Deməli sizə bugün mənim bir günlük bilək məşqimi təqdim edirəm. Videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bunu da deyim ki, videoda hər şey aydın şəkildə izah eləyirəm, necə məşq etmək lazımdır. Yəni göstərirəm, həm izah eləyirəm. Xoş izləmələr. Qollarımı reklam eləyirəm və keçirik məşqimizə. İlk məşqimiz 8 kiloluq qantellə bu cür hərəkətlər etməkdir. Burada göz vururam, sonra gülürəm. Yəni bu cür hərəkət eləyirsiniz, çox xeyirlidir. Biləklər üçün. Keçdik 2x moduna. Yəni sürət 2x'dir. Bu hərəkət də bilək üçün çox xeyirlidir. Biləklərim ağrıdı biraz. Əladır. Bu hərəkəti eləyirik. Bu hərəkət həm biceps üçün, yəni qol əzələsi, bir də ki bilək üçündür. Çox xeyirli hərəkətdir. Etməyiniz tövsiyə olunur. 2x sürət. İzləyin. Bu hərəkətimiz də var. Bu hərəkətimiz biraz asandır, amma ki bilək üçün bu da çox xeyirlidir. Sırf bilək üçün olan məşqlərdir bu sizə təqdim edirəm. Hər barədə bir mahnı gəldi. Mahnı tez bazar dəyişirəm. Əl elədim, nə elədim, nə sizi elədim. Telefon cibimə sığışmır. Burada bir də boks hərəkətləri falan. Başlayıram bu hərəkət eləməyə. Bu hərəkət tam yəni əsil biləklikdə 8 kiloluq qantellə tam oturur yəni bu hərəkət. Çox çətin bir hərəkətdir, lap elə də asan deyil. Adamın biləkləri çıxır yəni yerindən. Bu cür məşq eləyirəm uzun müddət. Standing tall, fear outweigh the person you are. Oh, break out, I've got to see. Spend all my life holding all of it. Artıq biləklər getdi. Bəs sən gəlmişəm, hələ yemək yeməmişəm. Yemək yeyim, məşqə davam. Artıq təkrar hərəkətləri eləməyə başladım. Təkrar hərəkətləri eləyirik. Fərqi yoxdur, nə cür istəyirsiniz eləyə bilərsiniz, uzun müddət, qısa müddət. Yəni qarışıq da eləyə bilərsiniz. Amma ki bu hərəkət ən bilək üçün ən xeyirli hərəkətlərdən biridir. Danışa da bilmədim. Bu arada belə sürətli görməyinə baxmayın, montajını 2x sürət eləmişəm. Birdən elə biraz şikəsi idi, mantısı falan, yəni lap belə güclü. Amma ki yəni bu cür də eləyə bilərəm, eləmirəm də. Qantellər sınıb zadı eləyər. Əzələni göstərirəm burada, reklam eləyirəm. İndi həm də qolların üstündəki əzələ üçün işləyən hərəkət eləyirəm. Yəni sırf qolların üstündəki əzələləri işləyir bu. Burada da bu hərəkətdə eləmək yəni çox xeyirlidir, damarlar falan çıxır. 2x sürətdir. Dayandırmırıq, ancaq idman qaqaş, ancaq idman. Mənim dostlar, sırf bilək məşqim bu qədərdir. Artıq heç eləmirəm, həqiqi deyirəm. Bacardığım qədər elədim, çox yoruldum. Yəni demək istədiyim odur ki, həvəsdən düşməyin, eləyin. Mən az eləyirəm, siz də mənim elədiyimi yarısını eləyin. İnanın qollarınızda dəyişiklik görəcəksiniz. Bilirsiniz ki, əsas biləkdir, bilək çox önəmlidir. Gedib nə bilim siqaret falan çəkməyin, qızla falan, yəni vaxt keçirməyin də. Ən yaxşısı gedin idmanınızı eləyin. Ya da ki, mənim kimi YouTube'a falan həvəslənin. Düzdür, mən özümü tərifləmirəm. Yəni, güclü olub neyəcəm. Əsas yəni ki, bilirəm ki, aranızda güclü olmaq istəyənlər var. Bu videonu sırf güclü olmaq istəyənlər çəkdim. Məşq eləyin, dayanmadan, yemək yeyin. Olacaqsınız ayı kimi. Uğurlar hər birinizə. Sağ olun, sevilirsiniz.